Hər vaxtınız xeyir. Bugün bu suala baxacağıq. Deməli, bu sualda bir bərabərsizlik verib bizə və deyir, bərabərsizliyinin -5 parçasında yerləşən isə tam həlli var. Biz ilk öncə burada x-in əmsalını bu ifadəyə bölməliyik. İndi biz bilməliyik ki, görək x-in əmsalı mənfidirmi, yoxsa müsbətdirmi? Çünki əgər x-in əmsalı mənfidirsə, işarə dəyişəcək. Çünki bərabərsizlikdə biz bilməliyik ki, mənfi vurub mənfiyə böləndə işarə dəyişir. Bu onsuzdur. Və yaxud da 1 bölünsün kimi yazanda da işarə dəyişir, yerlərini dəyişəndə də işarə dəyişir. Bunlar qaydalardır. 3 qayda var idi. Ona görə biz baxmalıyıq ki, x-in əmsalı görək mənfidirsə, demək orada işarəni dəyişməliyik. Baxaq. 3 kök altı 43 kök altına salmalıyıq. İşarəni tapmaq üçün kök altına salmaq lazımdır. Və yaxud da alınan ifadə, məsələn, tutaq ki, çıxma deyil. Desək ki, tutaq ki, bu çıxmadır. Bunu deyir ki, tam hissəsini tapın. Bütöv olaraq birinci biz kök altına salmalıyıq hər ikisini. Sonradan tapmalıyıq. Ümumidən, sonradan tam hissəni tapmalıyıq. Ya da kəsr hissəni soruşsa, ümumi, yəni bizə verilən ifadədən tam hissəni, yəni kök altına salaraq tam hissəni tapıb çıxmalıyıq. O da olur kəsr hissə. Deməli, bunun ilk növbədə kök altına salaq. Eləyir 3-ün kvadratı dərəcəsi 2 olduğundan vur 43 bərabərdir. 9 vur 43 bərabərdir. Kök altında 9 27 yazsın 2 yadda 30 38. 9 kök altında 5 bərabərdir. Kök altında 9-un kvadratı vur 5 bərabər. Kök altında 81 vur 5. Bu da eləyir 405. Görürük ki, kök altında 387 çıxılsın kök altında 405. Sıfırdan kiçikdir normal olaraq, elə deyil. Sıfırdan kiçikdirsə, deməli biz bu ifadəyə böldüyümüz zaman, işarə dəyişəcək. Aha, x böyükdür. Görürsünüz ki, işarəni dəyişdim. 6-nı ortaq vurğu çıxarıb mütərizə xərcinə belə verib, çıxılsın kök altında 43. Deməli, bölünsün. 3 kök altında 43 minus 9 kök altında 5. X böyükdür 6 3 kök altında 5 minus kök altında 43. Sizə elə gələ bilər ki, biz boşmasını vuracağıq. Xeyr. Ortaq vurğu mütərizə xərcindən çıxaraq alınır hər şey. X böyükdür 6 ilə 3 gedəndə 2 qalır. Bu ifadə ilə də bu gedəndə mənfi qalır. Əgər bir əksi deyə elə bir dəfə yazdıq. Mənfi qalır. Deyir -2. Bizə də şərtdə deyir ki, bərabərsizliyin filan -5 ilə 5 parçasında yerləşən neçə tam həlli var. Deməli, əgər biz tapdığımız -2-dən böyükdürsə, eləyir -1, 0, 1, 2, 3, 4 və 5. 4 və 5. Neçədən olur? Neçə deyir çünki. Cəmin desək toplayardın. 3, 7 dənə. 7 dənə imiş. Cavab A variantıdır. Bu qədər.